Buradan mən müraciət edirəm bütün Azərbaycan qadınlarına. Kim Milano Hospital'a müraciət edibdi? Bu Könül Ağamirov-ya. Biləsiniz ki, qanun belədir. Hər bir klinika, hər bir xəstəxana işçisinin vurduğu zərərə görə məsuliyyət daşıyır. Buradan da bütün qadınlara müraciət edirəm, Azərbaycan qadınlarına. Kimin bu klinika ilə iş olub, münasibəti olubdur, kimə ziyan vurulubdur, mənə müraciət eləyin. Mən sizə iddia zərərini yazmaqda, sübutların toplanmasında əlimdən gələn kömək eləyəcəyəm. Siz bir dənə dövlət rüsumunu ödəyəcəksiniz məhkəməyə. Bu klinika kimlərə nə ziyan vurub, hamısını qəpiylə də ödəməlidir. Və bu andan etibarən mən Azərbaycan xalqına müraciət edirəm. Milano Hospital'a təhlükə mənbəyi kimi baxın. Həyatınızı belə yaramaz, əldə qarmı həkimlərə həvalə etməyin. Bədbaxt eləməyin özünüzü. Dostlar, baxın, bu xəbərdarlıq etməyə mən məcburam. Çünki mən artıq suhut eləmişəm sizin gözünüzün qabağında ki, bu Milano Hospital'ın rəhbəri, Xuraman adlı qadın dələduzluğuna məşğuldur. Özünü yarandan Oxfordun akademiki professoru elan eləyibdi və sonradan da lisenziyası ləğv edilən bəzi dırnaqarası həkimlərə gətirib ora Azərbaycan qadınlarını bədbaxt edirlər orada. İndi hələ başqa nə cinayətləri var, bu kimlərin pulunu burada yuyur, bu gördüyünüz bu klinikanı kimin pulu ilə tikiblər, nə ediblər, bunlar hamısı araşdırılmalıdır və gələcəkdə mütləq araşdırılacaq. Hər halda paylaşın, bu məlumatı paylaşın ki, heç olmasa bundan sonra Azərbaycan vətəndaşları bu klinikaya müraciət edib bədbaxt olmasın. Əsən vətənlər, buradan mən müraciət edirəm bütün Azərbaycan qadınlarına. Kim Milano Hospital'a müraciət edibdi? Bu Könül Ağamirov-ya. Biləsiniz ki, qanun belədir. Hər bir klinika, hər bir xəstəxana işçisinin vurduğu zərərə görə məsuliyyət daşıyır. Buradan da bütün qadınlara müraciət edirəm, Azərbaycan qadınlarına. Kimin bu klinika ilə iş olub, münasibəti olubdur, kimə ziyan vurulubdur, mənə müraciət eləyin. Mən sizə iddia zərərini yazmaqda, sübutların toplanmasında əlimdən gələn kömək eləyəcəyəm. Siz bir dənə dövlət rüsumunu ödəyəcəksiniz məhkəməyə. Bu klinika kimlərə nə ziyan vurub, hamısını qəpiylə də ödəməlidir. Və bu andan etibarən mən Azərbaycan xalqına müraciət edirəm. Milano Hospital'a təhlükə mənbəyi kimi baxın. Həyatınızı belə yaramaz, əldə qarmı həkimlərə həvalə etməyin. Bədbaxt eləməyin özünüzü.